tipli testlərin izahı ilə davam edirəm. Baxıram ikinci testimizə. Uzlaşma testidir, mübtəda xəbər uzlaşması. Baxın, physics and maths biz bilirik ki, fizika və riyaziyyat fənn adıdır. Fənn adlarda həmişə xəbər teşdə qəbul edir. Lakin burada and ilə bağlandığı üçün xəbər cəmdə olmalıydı. Arı yazıbdır, deməli düzgündür. 2-də yazıb ki, where is the scissors? Axı scissors cəmdədir. Cəmdədirsə is yox, ar verməliydik. Deməli yanlışdır. 3-də his friends love helps him a lot. Deməli, əgər bizim mübtədamız apostrof s və ya da s apostrofla düzələn yiyəlik halı mübtədadırsa, onda biz ya apostrofdan ya da apostrof s-dən sonra gələn ismə baxmalıyıq. Love burada təcdədir, xəbərimiz də təcdədir, feilin sonunda s var. Deməli düzgündür. There was deer tracks. Deməli burada demişik ki, deer təkid cəmi eyni olan isimlərdəndir. Nə vaxt təcdədir? Əgər qarşısında artiklı işlənsəydi, onda there was deyə bilərdim. Çünki deer onda təkid olur. Amma qarşısında artiklı işlənməyibsə, deməli cəmdədir. Cəmdədirsə there was yox, they were olmalıydı. Çox diqqətli olun bu testdə. Deməli 1-3 cavabımız oldu və bəndi. Daha sonra baxıram 3-cü testimizə. Biz bilirik ki, bozla and işlənir. Notla da and işlənə bilməz. Not only but olsa boz and. Deməli 1-4 düzgündür. Cavabımız oldu və bəndi. 4-cü testimizə baxırıq. 4-cü testimizdə bizim sonda ismimiz vardır. Deməli biz bura isimlə işlənən yiyəlik əvəzliyi verməliyik. Sona s-lə bitənlər həmçinin mine isimlə işlənmir. Deməli 2-4 yanlışdır. Düzgün cavabımız oldu 1-3-5. Burada da biz bilirik ki, xəbərdən sonra obyektal olmalıdır. 1-3-5-də də birinci səhvlərdə asma edim, yəni obyektaldır, düzgündür. 5-ci testimizdə şərt budaq cümləsidir. If olan tərəfdə biz nə will, nə də ki want, yəni verə bilmərik. Digər tərəfimizə mən baxıram. Gələcək zamandadır. Gələcək zamanla yalnız indiki zaman uzlaşdığı üçün bəndi düzgündür. Daha sonra baxıram 6-cı testimizə. Çox gözəl testdir. Burada çox diqqətli olmaq lazımdır. Burada görürsünüz, nöqtələrdən əvvəl artiklı vardır. Yəni artiklı burada yazılan ismə aid olmalıdır. Information sayılmadığı üçün artiklı yəni informationu buraya yaza bilmərik. Onda deyərik ki, information sayılmadığı üçün qeyri-müəyyənlik artiklı ilə istifadə oluna bilməz. Sonra burada pieces yazıbdır, burada pieces deyə bilmərik, cəmdədir. Information sayılmadığı üçün cəmlənmir. Deməli cavabımız oldu bir bəndə. Çünki numerativ sözlər sayıla bilən isimlərin xüsusiyyətini daşıyır. Təkdədirsə mütləq artiklı istifadə etmək lazımdır. Və baxıram 7-ci testimizə. Quşun yuvası heç bir problem yoxdur, düzgündür. Deməli cəm forması kökündən dəyişərək cəmlənən isimlərin yiyəlik halı apostrof s-lə düzəlir. Yəni onlara s bitişə bilməz, yanlışdır. Yenə də child, children olur, apostrof s-lə düzəlməlidir. 4-də görürsünüz apostrof s yazıbdır, düzgündür. Burada da işçilərin tələbləri heç bir yanlışlıq yoxdur. 1-4-5 cavabımız oldu, A bəndi.